Əziz şagirdlər, digər tipdə olan suala baxaq. Bu zaman yenə bizdən qiymətlər çoxluğunu soruşur. Bu vəziyyətdə bəs necə biz tapırıq? Əgər təyin oblast soruşsa, yəni DF soruşsa, hər zaman bu ifadənin, bu tipli ifadələrin, kvadratik funksiyaların deməli, təyin oblast olacaq. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Yox, əgər qiymətlər oblast, qiymətlər çoxluğunu soruşsa, yəni EF-i bizdən soruşsa. Burada iki şərtimiz var. A böyükdür 0, A kiçikdir 0. A böyükdür 0 olduqda bizim qiymətlər çoxluğumuz olacaq. Deməli, Y 0-dan müsbət sonsuzluğa. Yox, əgər A kiçikdir 0 olsa, bu zaman olacaq. Mənfi sonsuzluqdan deməli, Y 0-a qədər. Y 0-ın da düsturun, bundan əvvəlki izahda dedim, mənfi diskriminant bölünsün 4A. Biz bu ifadədə A 1-dir, B mənfi 4-dür, C də 5-dir. Yəni 4 vurulsun 1. Sürətdə də mənfi diskriminantı necə yaza bilərik? 4AC minus B kvadrat. Normalda diskriminantın düsturu necə? B kvadrat minus 4AC. Mənfi qabağa atsaq, mənfi o zaman nə baş verəcək? Mənfi diskriminant olur. Burada müsbət 4AC minus B kvadrat. Buradan yerinə qoyub həll etsək, məxrəc 4. Sürətdə də 4 vurulsun 1 vurulsun 5 çıxılsın mənfi 4-ün kvadratı. Yəni 16. Nəyə bərabər olacaq? 4 məxrəcdə. Sürətdə də 20 - 16 4. Bərabərdir 1. Deməli, bizim qiymətlər çoxluğumuz olacaq 1-dən müsbət sonsuzluğa. Bu da hansı variantdır? C variantı. İntervala, yarım intervala diqqət etmək lazımdır.